Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 15 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Yaman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə isə zəfər aparan liderin qurucu dövlətçilik modeli başlıqlı yazı dərc edilib. Azərbaycanın 2020-ci ildə 44 günlük vətən müharibəsində qazandığı tarixi zəfər ərazi bütövlüyünün bərpasını, eyni zamanda ölkənin geosiyasi güc arxitekturasında keyfiyyətcə yeni mərhələyə keçidi təmin etdi. Vətən müharibəsinin nəticələri Azərbaycanı regional güc kimi Cənubi Qafqazın fundamental aktoruna çevirdi. Artıq Qarabağ problemi hüquqi və siyasi fəlsəfi diskursda təhlükə mənbəyi olmaqdan çıxaraq dövlətçiliyin möhkəmləndirilməsi, milli suverenliyin praktik təsdiqi və yeni inkişaf trayektoriyasının bünövrəsi kimi çıxış edir. Prezident İlham Əliyev Euronews televiziyasına müsahibə verib. İkinci səhifəmizdə müsahibənin tam mətni ilə ətraflı tanış ola bilərsiniz. Qəzetimizin 3-cü səhifəsində Moldovanın portalı 12-ci Qlobal Bakı forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb başlıqlı yazı yerləşdirilib. Moldovanın Noye.md xəbər portalı dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı forumunun rəsmi açılış mərasiminə dair məqalələr dərc edib. 4-cü səhifədə isə Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib. Başlıqlı yazıya yer ayrılıb. Martın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yay sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Sahibə Qafarova əvvəlcə martın 11-də Milli Məclisin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə qısa məlumat verib. Sonra Milli Məclisin sədri bugünkü iclasın gündəliyində bir məsələnin Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti barədə hesabat olduğunu deyib. Qəzetimizin 5-ci səhifəsində isə Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçiliyi Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Başlıqlı yazıda qeyd olunur ki, martın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası və Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasəti, suverenliyi aparan yol mövzusunda seminar keçirilib. Qəzetimizin 6-cı səhifəsində Ulu Öndərin çağırışına xalq dərhal səs verdi və milyonların izdihamı böyük şəxsiyyətə inamın ifadəsi başlıqlı yazılar dərc edilib ki, sözgedən ikinci yazımızda qeyd olunur. Azərbaycan dövlətçiliyinə və müstəqilliyimizə qarşı yönəlmiş çevriliş cəhdindən 30 il ötür. 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkirli niyyətləri bugün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Mart ayının 17-sində həm Respublikadakı havadarların təsiri altında, həm də xaricdə olan ayrı-ayrı dairələrin, qüvvələrin ölkəmizə qarşı təxribatçılıq hərəkətləri aparmaq istəyən şəxslərin göstərişi, məlumatlar əsasında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışanların niyyəti baş tutmadı. Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetində distant Çin dili təhsili alan tələbələrlə görüşüblər. Başlıqlı yazı isə 7-ci səhifəmizdə dərc edilib. Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib. Həmçinin bu səhifəmizdə Beynəlxalq Siyasi Dialoq Platformasına çevrilən Azərbaycan, Dünya Düzəninin müzakirə məkanı, son olaraqsa yeni çağırışların ünvanı Qlobal Bakı Forumu başlıqlı rəylərdə dərc edilib. 8-ci səhifəmiz isə 12-ci Bakı Qlobal Forumu ilə bağlı yazılara həsr edilib. Buradakı yazılardan biri isə ölkələr özünü müdafiə iqtidarında olmalıdır başlığı ilə dərc olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı Forumu çərçivəsində Ekvadorun Xarici İşlər Naziri Maria Fernando Espinazonun moderatorluğu ilə yeni dünya düzənində orta güclər mövzusunda panel iclası təşkil edilib. 9-cu səhifəmiz də 12-ci Bakı Qlobal Forumuna həsr edilib. Bu səhifədə isə sülh aparan yol mövzusunda panel müzakirəsi başlıqlı yazı yerləşdirilib. Martın 14-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusuna həsr olunmuş 12-ci Bakı Qlobal Forumunun ikinci günü sülh aparan yol mövzusunda panel müzakirəsi ilə davam edib. Bu panel müzakirədə isə Ukraynanın keçmiş birinci xanımı və Ukrayna 3000 fondunun sədri Katerina Yushchenko, Xorvatiyanın sabiq prezidenti Kolinda Grabar-Kitaroviç, İsrailin sabiq baş naziri Ehud Olmertin, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç və İsrailin sabiq Xarici İşlər naziri Tzip Livni iştirak ediblər. 10-cu səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədə Ermənistanın imitasiyası, regional təcridi ilə nəticələnə bilər başlığı ilə yazı yer alıb. Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün mühüm bir mərhələ geridə qaldı.
Sülh layihəsinin mətni üzrə danışıqlar başa çatdı. Məlum olduğu kimi, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığına dair bəyanat yayıb. Bu, Cənubi Qafqazda uzun müddətli sülhə və sabitliyə doğru atılan ciddi addımdır. Lakin sənədin imzalanması üçün əsas şərt Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bütün iddiaların tam şəkildə aradan qaldırılmasıdır. 11-ci səhifəmizdəki hadisələr kontekstində rubrikasında isə İslam sülh, mərhəmət, dözümlülük və ədalət dinidir. 15 mart İslamofobiya ilə mübarizə günüdür başlığı ilə yazılar dərc edilib. Dini mənbələrdə qeyd olunur ki, bugün dünyada 60-a qədər ölkədə İslam aparıcı dindir. 57 ölkə İslam Əməkdaşlıq Təşkilatında birləşir və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında öz mövqeyi olan dövlətlərdən biridir. Bu da təsadüfi deyil. Azərbaycan əhalisinin 96% müsəlmandır, 4% isə müxtəlif dinlərin daşıyıcısıdır. Tarixi mənbələrə görə müsəlman türk dünyasında ilk dəfə dini dövlətdən ayıran Azərbaycan Demokratik Cümhuriyyəti olmuşdur. Həmin dövrdə bu siyasət çox uğurla həyata keçirilmiş. Onlar milli ideya kimi bir tərəfdən türkçülüyə öncüllük vermiş, digər tərəfdən İslamı dini əxlaqi dəyər kimi gənc dövlətin əsas sütunlarından biri olaraq qəbul etmişdilər. 12-ci səhifəmiz də hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikada isə Ermənistan təkcə sözdə deyil, əməldə də sülhə hazır olmalıdır başlıqlı yazıda qeyd olunur ki, Ermənistanın mövcud durumu regionun gələcəyinə inamla baxmaq üçün bir fürsət kimi qiymətləndirilə bilər. Məhz bu vəziyyətdə bir neçə fundamental şərtin yerinə yetirilməsi regionda daha möhkəm və davamlı sülhün təmin olunmasına yol açacaq. Bu şərtlər yalnız Azərbaycanın deyil, həm də erməni xalqının gələcəyini daha parlaq etməyə yönəlmiş addımlar olmalıdır. Günün siyasi nəbzi həm də 13-cü səhifəmizdə tutulub. Bu hissədə isə Ermənistanın siyasi məhbus oyunu boşa çıxdı başlığı ilə yazı yerləşdirilib. Ermənistan uzun müddətdir ki, Ruben Vardaryanı siyasi məhbus kimi təqdim etməyə çalışırdı. Lakin BMT-nin bu qərarı göstərir ki, bəzi beynəlxalq qurumlar Ermənistanın informasiya manipulyasiyasına uymur və hüquqi faktlara əsas götürürlər. Vardanyanın həbsi Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun aparılıb. Bu rəsmi Bakının beynəlxalq hüququn çərçivəsində hərəkət etdiyini təsdiqləyən mühüm məqamdır. Qəzetimizin 14-cü səhifəsindəki mədəniyyət rubrikasında Kitabxanada O Caz Muğam Kralıdır adlı videoçarx hazırlandı. İstehlakçı hüquqlarının müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. 15 mart Ümumdünya İstehlakçıların hüquqlarının müdafiəsi günü və obrazlarının taleyini yaşayan sənətkar başlıqları ilə yazılar dərc edilib. Sözgedən son yazımızda bildirilir ki, sənətinin məsuliyyət və ağırlığını çiyinlərində şərəflə daşıyan aktyorlardan biri də martın 15-dən anadan olan Ağa Sadıq Gəraybəyllidir. Onun milli teatrın inkişafı yolunda müstəsna xidmətləri olub, yaratdığı maraqlı obrazlarla tamaşaçı məhəbbəti qazanıb. Qəzetimizin 15-ci səhifəsində Az Sığorta Açıq Səhmdar Cəmiyyətinin mühasibat balansı başlığı ilə cədvəl dərc olunub ki, ətraflı tanış olmaq üçün sözgedən səhifəmizə baxa bilərsiniz. Son səhifəmizdə bir də belə tanıyaq rubrikamızda Sara Qədimova və Mirey Matyu haqqında maraqlı məlumatlar dərc edilib. Həmçinin qəzetimizin son səhifəsi hava haqqında məlumat, Fövqəladə Hallar Nazirliyinin xəbərləri və Cəbrayılda əmək yarmarkası başlıqları altında yazılarla yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.